hamısı ailənin dağılmasına xidmət. Məsələn, bir qadın çıxır ekspert deyir ki, deyir ki, bir kişi 3000 manata telefon ala bilmirsə həyat yoldaşı, o qadın niyə onu ərd deməlidir? Azərbaycanda neçə kişi öz arvadına, mən də daxil olmaqla o qiymətdə telefon ala bilər. Tutaq ki, minimum əmək haqqı məlum, orta əmək haqqı məlum. Ən yaxşı orta əmək haqqı 1200-1300 manatdır. Beləsə ki, 3 ay bundan çörək yeməməlidir, bu arvadına telefon alır. Və yaxud da ailə münasibətlərinin telefona nə aidiyyatı var, evə nə aidiyyatı var, yaxşı yaşamağa nə aidiyyatı var. Bizim də dədə-babalarımız kasıb ailələr olmuş, amma 40 il, 50 il ailələrimiz ən ağır. Çünki dəyərlərin özünə indi bir gedonizm var da, yəni əşyabazlıq var. Hər şeyin qabağında əşya dayanır. Halbuki Hötenin bir məşhur sözü vardı. Mən əşyalarımdan nə qədər azadamsa, bir o qədər azadam. Ona görə də antik dövrdə birinci kiniklər deyildilər, ilk günündə yaşayanlar. Onlar deyildilər ki, əşyalar insanı doğru düzgün düşünməkdən imkan vermir. Ona görə hər şeydən imtina edir. Hətta paltardan belə imtina edir. Hətta Fales bir boşqanın içinə girmişdi. Əlində də bir dənə koruşkası var, su götürdü. Bir gün görür ki, bir nəfər gəlib əli ilə belə su götürdü. Deyir ki, gör nə qədər mən səhv eləmişəm ki, özümlə bu qədər artıq şey daşımışam. Və yaxud da məsələn Dionis haqqında danışılır ki, gəlib bazara girib baxıb deyib, ilahi insan gör nə qədər çox şeysiz yaşaya bilər. Bu bazarda şeylərin heç birini istifadə eləmirdi ya. İndi bizdə girək mağazinlərə, bəlkə də 100 min adda şey var.